Torpağa münasibətiniz necədir? Sizdən ötürü torpaq nədir? Torpaq, vətən, ölkə hamısı bir yerdə mənim üçün əzizdir və eyni şeydir. Torpaqlarımızın 20% işğal altındadır. Bu bizim ürəyimizdə olan yaradır. Bütün xalqın ürəyində olan yaradır. Ancaq o işğal altında olan torpaqlar bizim üçün daha da əzizdir. Bizim o torpaqlarımız da işğaldan azad olunacaqdır. Mən artıq bu sualı ərazi bütövlüyünü bərpa, dövlət suverenliyini təmin etmiş Müzəffər Ali Başkomandan İlham Əliyevə verirəm və əminəm ki, cavabdan Ulu Öndərin ruhu da şad olacaq. Hər bir şəhidin şəhid olması yeri torpaq idi mənim üçün. Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda mənim üçün Azərbaycan məhz o torpaq idi. Xankəndi idi, Xocalı idi. O da artıq azad olundu.